Yerli gündəmə qayıdırıq. Heydər Əliyevə sevgi, hörmət və ehtiram hər bir Azərbaycanlının qəlbində əbədi yaşayacaq. Müdrik liderlər xalqa verilən ən gözəl nemətdir. Milli Məclisin xüsusi iclasında məhz bu barədə danışılıb. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir mövzusuna həsr edilən iclasda bəyanatda qəbul edilib. Heydər Əliyev şəxsiyyəti hər bir Azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanmasıdır. Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin xüsusi iclasında səsləndirdi. Sədr əlavə etdi ki, 1995-ci ildə qəbul edilən ali sənəd dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər. Ulu Öndərin başlatdığı işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilib. Müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz sürətdə bağlıdır. Ulu Öndər xalq və vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır. Heydər Əliyev şəxsiyyəti hər bir Azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq. İclasda ilk Milli Konstitusiyamız və Suverenliyimiz adlı sənədli film nümayiş etdirildi. Sonra çıxış edən parlamentarilər Ulu Öndərin xalq və dövlət yolunda göstərdiyi misilsiz xidmətlərdən danışdılar. Heydər Əliyev dahi lider idi, ona görə ki, heç bir siyasətçiyə müəssər olmayanı o ən gözəl şəkildə həyata keçirə bildi. Xalq heç bir siyasətçini eşitməyəndə Heydər Əliyevin səsinə səs verdi və ona öz hörmət və ehtiramını ifadə etdi. Bizim özümüz də vaxtilə Heydər Əliyevə qarşı müxalifətdə olan insanlar belə bu yeniləşmiş baxışı qəbul elədilər və səmimi şəkildə Azərbaycan dövlətinin o dönəmində həqiqətən də onun gördüyü müstəsna işləri biz artıq dərk eləmiş olduq. Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan Ulu Öndərin ölçüyə gəlməz səyləri ilə keçmiş Sovetlər məkanını inkişaf etmiş bir respublikası oldu. İqtisadiyyat, sənaye, elm, təhsil, mədəniyyət sahələrində böyük uğurlara imza atıldı. Konstitusiya aktı ilə dövlət müstəqilliyi bərpa olmuş Azərbaycanın təəssüf ki, bir neçə aydan sonra müstəqilliyi, elə bu müstəqilliyə səs verməklə güya qürur duyan cəhbəçilər və müsavaşçılar tərəfindən pozuldu. Dövlət çevrişi vasitəsilə, antikonstitusiyon üsulla 1992-ci ildə hakimiyyət devrildi, hakimiyyət zəbt edildi. Məhz Heydər Əliyevin 93-cü ildə hakimiyyətə qayıtışı ilə Azərbaycanın bəyan olmuş müstəqilliyi real müstəqilliyə çevrildi. Heydər Əliyev bütün təhdidlərə baxmayaraq 95-ci ildə konstitusiyanın qəbuluna nail oldu. Prezident İlham Əliyev isə konstitusiyanın ərazi bütövlüyü və suverenlik müddəalarını Ali Başkomandan kimi təmin etdi. İclasın sonunda Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ilə bağlı bəyanat qəbul edildi. Kamil Eldaroğlu, ASTV xəbər.